İndi deyəcəksiniz, bu qədər peçenlilərin axırı necə oldu? Sevgililər gününə hazırlanmışdı. Heç nə. I am hungry-də ürəyinə sığmaz sevgisini videonun sonunda belə ifadə elədi. Şəkər tozu ilə yumurtanı qarışdırıb kərə əlavə eləyirəm. Reseptdə istifadə elədiyim yağ yenə də sabun xüsusi buraxılışı premium qatqısız kərə yağı oldu. İlıqlaşdırdığım kərə və kəsməyi qatıb hamısını homogenləşənə kimi blenderləyirəm. Ununu töküb yumşaq xəmir yoğururam. 30 dəqiqə soyuducuda gözlədirəm. Ümumiyyətlə mən bütün xəmirləri yoğuran kimi işlətmirəm, mütləq dincəldirəm. Xəmiri təxmini 1 sm qalınlığında yayıb ürək formasında kəsirəm. Digərlərini isə ortası boş formada kəsdim ki, qapaq kimi istifadə edeyim. 160 dərəcə sobada bişirirəm. Alınan ürəklərin mərkəzinə yer kökü kimi yerləşdirib halqa ürəkləri üzərinə qoydum. Ən sonda pudra şəkəri səpdim. Tək peçeyni bişirmədim, əvəzində sevgimi bölüşdüm. Məncə sevgi bir gündən ifadə olunan qadın və kişi arasında olan dar anlamlı his deyil. Vətənə, millətə, təbiətə, bir-birimizə olan hörmət, anlayış qədər sonsuz bir mənadır. Tək borcumuz onu bölüşüb çoxaltmaq, övladlarımıza yaxşı nümunə olmalıdır. Bu cür işlər məni həmişə xoşbəxt edir. Videonu hər kəsə göndərin ki, sizlərdən də belə ideyaların davamı gəlsin. Və sizi xoşbəxt edən Sağ olun ki, hər yerimizi təmiz saxlayırsınız. Sağ olun.